Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İslam dininin xüsusiyyətlərindən də həmçinin qardaşlar, dinimizdə qadağandır kiməsə xəyanət etmək. Bir müsəlmanın xain olması İslam dinində ən çirkin əməllərdən biridir. İnsan gərək dürüst olsun, insan gərək əmin olsun. Kimsə müsəlmanın nə əlindən, nə dilindən zərər çəkməsin. Allah Azza və Cəllə Quran-ı Kərimdə Ənfəl surəsinin 27-ci ayəsində buyurur: "Ya eyyuhellezine amanu la taxunullaha var-rasulə və taxunu əmanatikum və entum ta'lamun." Ey iman gətirənlər, Allaha və onun Rasuluna xəyanət etməyin və bilə-bilə bir-birinizin əmanətlərinə də xəyanət etməyin. Bu qadağandır. Çünki insanların arasında, qardaşlar, güvənsizlik yayılsa, insanların bir-birinə güvəni olmasa, etibarı olmasa, onda heç bir cəmiyyətin içində nə güc, nə qüvvə, nə huzur ola bilməz. Və hədisdə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Qiyamət gününə yaxın ümmətimdən ilk qaldırılacaq şeylərdən birincisi əmanət olacaq." Yəni, insanlarda xainlik çoxalacaq. Verdiyin əmanətə, götürdükləri əmanətə sadiq qalmaq insanlarda az olacaq. Və nəinki bu, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm əmanətə xəyanət etməyi münafiqlərin sifətlərindən saymışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Əyətul münafiqi thələthun." Münafiqin əlaməti üçdür. Münafiqin əlaməti üçdür. İzə həddəsə kəzəb. Danışanda yalan danışar. Çünki münafiqlər adətən kimlərdir? Küfrü içlərində gizləyirlər, imanı üzdə göstərirlər. Yəni, gerçəkdən Allaha, Peyğəmbərə, axirət gününə, cənnətə, cəhənnəmə, sorğu suala inanmırlar. Amma sadəcə hər hansı bir mənfəətə, dünyəvi mənfəətə görə özlərini müsəlman kimi, iman əhli kimi göstərirlər. Amma içlərində bu yoxdur. Onların dəlillə, onların əsas sifətləri nədir? Danışanda yalan danışırlar. Və izə vəədə əxləf. Vəd verəndə, söz verəndə sözlərinə müxalif çıxırlar, yerinə yetirmir. Məsələn, saat deyir ki, bugün saat 5-də filan yerdə görüşək, sonra filan yerə gedək. Sən gedirsən saat 5-də 6-da, 5 olur, 6-7 gəlmir. Verdiyi söz yerinə yetirmir. Sən çağırırsan ki, gəl, deyir, gəlirəm. Filan saatda orada olacam, filan gün orada olacam. Səbəbsiz yerə heç bildirmir, gəlmir. Verdiyi sözü yerinə yetirmir. Deməli, həmçinin münafiqlərin əsas məşhur sifətlərindən verdikləri sözü, vədi yerinə yetirmirlər. Üçüncü əlamətləri və izə ütuminə xan. Onlara əmanət verildikdə xəyanət eləyərlər. Sən verirsən ki, götür bu pulu saxla, o pulu yeyir. Sən verirsən ki, götür bu telefonu, əmanəti saxla, götürüb səndən izinsiz o telefonu işlədir. Maşını verirsən ki, sürgünlə, diqqətlə sür, maşını vəhşicəsinə sürür, maşını pis işlədir, heç xarab olub olmamağında düşünmür, yəni ona verilən səlahiyyətdən artığını eləyir. Bu da xəyanət sayılır. Həmçinin xəyanətdən sayılır, qardaşlar, müsəlmanın sirlərini açması, yəni verdiyi sözü tapdalaması. Bu da xəyanət sayılır. Sən bir insana əmanət olaraq söz deyirsənsə, əmanət qalırsa bu, gərək səndə qala o. Əgər dində böyük təhlükə törətmirsə, yəni. Elə şeylər var, insan özəl həyatı ilə ilgili sir aça bilər.
Gərək sən bunu qoruyub saxlayasan. Sən bunu sabah birisi gün ona aid olan, onun şəxsinə aid olan bir şey sabah atsan, onda da xəyanət etmiş olursun. Həmçinin gəlmişdir, qardaşlar, namaz əmanətdir deyə, dəstəmaz əmanətdir deyə, qüsul əmanətdir deyə, çəki və ölçü əmanətdir deyə və verilən pulları, verilən, tapşırılan şeylər saxlamaq əmanətdir deyə. Bunların hamısı şəriətə gəlmişdir. Yəni, kim doğru, dürüst namaz qılmazsa, Allaha xəyanət etmiş olur. Kim düzgün dəstəməz almazsa, şəriətə xəyanət etmiş olur. Kim cənabət olduğu zaman qusl etməzsə, xəyanət etmiş olur. Və həmçinin çəkidə də və ölçüdə aldatmaq da xəyanətdir. Çəki və ölçü. Bunların arasında fərq varmı, yoxdurmu? Var. Çəki tərəzi ilə olur, ölçü metroluqla. Çəki ölçü budur. Birinin ağırlığı, yumurluğunu ölçürsən, biri ilə uzunluğunu, gödəkliyini. Çəki budur, ölçü odur. Hər ikisində gərək müsəlman ədalətli olsun. Allah Azze və Cəllə Mutaffifin surasının əvvəlində nə deyir, qardaşlar? وَإِذَا كَالُوهُمْ اَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ Onlara nəyisə çəkdikdə, nəyisə ölçdükdə onları aldadarlar. Ondan əvvəlki ayə necədir? وَيْلٌ لِلْمُطَفِّفِينَ الَّذ۪ينَ اِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ Vay olsun çəkidə və ölçüdə aldadanlara. Onlar ki, özlərinə bir şeyi alanda heç azalmadan, heç gödəltmədən, az olmadan tamamilə dost-doğru alırlar. Əl-ləzīnə izəktəlu alən-nəsi yəstəvfun Başqalarından bir şey alanda, çəkidə, ölçüdə onu düz alırlar. Əksi olmağına izin vermirlər. Amma başqalarına satanda az çəkirlər, az ölçürlər. Və bunun arxasında elə bilirlər ki, onlar üçün qazanc var. Halbuki haram malda, qardaşlar, çox olsa da belə bərəkət olmur. İnsan onu, belə deyək, huzur içində xaşlaya bilmir və sıxıntıda olur və s. kimi. Ya Allah Azze və Cəllə bəzi insanlara pulu verir, onunla bərabər haram olursa, o insanın içinə qorxu verir. O insanda qorxaqlıq baş verir. Hər şeydən qorxur. Daima həyatda təhlükəti olduğunu görür. Ya Allah Azze və Cəllə bir insan haram pul qazandısa, başına müsibətlər gəlir, onu görürsən, oraya-buraya pis yerlərə töhməyə başlayır. Yəni, belə dindən uzaq yerlərə töhməyə başlayır. Və yaxud da bir insan haram rızq qazanarsa, Allah Azze və Cəllə ona bərəkətsizlik verir. Allah Azze və Cəllə ona bərəkətsizlik verir. İnsan yeyir, içir, amma nə yediyində ləzzət ala bilmir, nə içdiyində ləzzət ala bilmir. Bəzi insan haram pulu yığır, amma Allah Azze və Cəllə onun içinə elə sıxıntı verir ki, gecə günüz dərddə fikirdədir. Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur: "Mən a'rada an zikri fe inne lehu ma'işeten danka ve nahşuruhu yevmel kıyameti a'ma." Kim bizi xatırlamaqdan, bizi tanımaqdan, bizi zikr eləməkdən üz çevirərsə, biz ona sıxıcı həyat verərik. Bu ayədə halal qazancı aidiyyət olan nöqtəni bilirsinizmi, qardaşlar? Yəni, bir insan Allahı zikr elədisə, xatırladısa, daima Allah onu görür, ondan xəbəri var deyə bu inancla yaşadısa, o insan əmanətə xəyanət etməyi və halal rızqı qazanması mümkün deyil. Deməli, zikirdən uzaq olmaqdır səbəb ki, insanlar günah eləyirlər. Haram rızqıyı zikirdən uzaq olanda seçib ayrı elə bilmirlər. Bununla da zikirdən uzaq qaldıqları üçün də Allah Azze və Cəllə onlara sıxıcı həyat verir. Sıxıcı həyat nədir? Sən həyatda xoşbaxt ola bilmirsən. Allah Azze və Cəllə demir ki, kim mənim zikrimdən üz çevirərsə ona pul verməzik, ona ev verməzik, ona maşın verməzik, ona övlad verməzik, zövcə verməzik. Allah Azze və Cəllə demir, bunları verməzik. Allah Azze və Cəllə deyir ki, biz ona sıxıcı həyat verərik. Yəni, o insan həyatda rahatlıq tapa bilməz. Qabağında ən dadlı yeməkləri yer, bəlkə də ləzzət ala bilmir o adam. Bəlkə də zövcəsi ən qəşəng xanımdır. Bəlkə də övladları ən belə gözəl övladlardır. Amma onların içində huzur tapa bilmir. Rahat ola bilmir. Rahat ola bilmir. Sıxıntıda olur. Bu Allah Taala'dan üz çevirməkdən iləri gəlir, qardaşlar. Allah Azze və Cəllə necə haram etdiyi şeylərdə şəfa qoymayıb, eləcə də Allahdan uzaqlıqda Allah Taala huzur qoymayıb, rahatlıq qoymayıb. Bunu başa düşməmiz bizlərə
çox şeylərdə muvaffaq olmağa, çox xeyirlərdə yarışmamıza yardım eləyəcək. Allah Azza və Cəllə bizləri və bütün müsəlmanları xəyanətdən, yalandan və yaxud da haram rızqıdan qorusun. Allah Azza və Cəllə bizləri və bütün müsəlmanları sadiq bəndələrindən etsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.